Bu kitabı mütləq oxumalısınız. Salam hörmətli dinləyicilər. Bugün sizinlə çox sevdiyim və daha öncə də bəzi kitablarını bölüşdüyüm Doğan Cəloğlunun Uğura Aparan Ailə kitabından danışacağam. İşgüzar ədəbiyyat üzrə mütəxəssis bloger Sərxan Rüstəmovun növbəti tövsiyəsi. Nəyə görə bu kitabı seçdim? Çünki imtahanlar ərəfəsidir. Yay tətili, buraxılış imtahanları, qəbul imtahanları, abituriyentlərin o stresli anları, ixtisas seçimi və s. Ümumiyyətlə, həyat özü də bir imtahandır. Daima imtahanın içindəyik və bu ərəfədə, bu müddətdə valideynlərin üzərinə düşən nədir? Valideynin öhdəliyi nədir? Baxın, bu kitabda ondan bəhs olunur. İmtahan müddətində valideynlik. Bu kitab uşağının uğurlu olması üçün çox çalış oğlum, qızım deməyin ya da bütün maddi imkanları səfərbər etməyin fövqündə bir şeylər etmək istəyən valideynlərə yol göstərmək məqsədi ilə yazılıb. 138 səhifəlik qısa həcmli bir kitabdır. Hər valideyn məktəb uğuru üçün övladına yardımcı olmaq istəyir. Amma öyrənmə prosesinin elmi təməllərini anlamadan atılacaq hər addım yaxşı niyyətli olsa da uşağı əngəlləyə bilər. Uğura aparan ailə imtahan müddətində övladlarına dəstək olmaq üçün doğru və təsirli üsullar axtaran bütün valideynlərə yol göstərəcək. Nədir bu yol? İndi onlardan bəzilərini sizinlə bölüşəcəm. Hər valideyn övladını sevər, uğurlu olmasını istəyər. Həyat uğurunun təməlləri, dəstəkləyən və ailə mühiti. Övladımın uğurunu dəstəkləmək üçün nələrin fərqində olmalıyam kimi bir çox başlıqlar var. Bu dünyada hər şeyin ən yaxşısına layiq çox özəl və gözəl bir uşaq var. O, sizin evinizdə yaşayır. Bu da çox gözəl bir sitat da verir. Allahım, mənə dəyişdirə biləcəklərim üçün güc, dəyişdirə bilməyəcəklərim üçün səbir, amma ən önəmlisi ikisinin arasındakı fərqi anlamaq üçün ağıl nəsib et. Yəni bu hər bir valideynin, hər bir abituriyentin, hər bir insanın bilməli olduğu şeydir. Yəni valideyn nəyi dəyişdirə bilər, nəyi dəyişdirə bilməz, dəyişdirə biləcəklərin üzərinə fokuslanmalıdır. Övladınızın həyatında kaşkiləri deyil, yaxşıkiləri çox olsun. Ona bir həyat qurmayın. Övladınızın öz həyatının memarı olmasına kömək edin. Sükan arxasına oturmağın bir məsuliyyəti olduğu kimi, valideyn olmağın da bir məsuliyyəti var. Bu mənim həyatımdır və həyatımın məsuliyyəti məndədir düşüncəsini aşlaya bilmək, övladınızla münasibətdə bacara biləcəyiniz ən önəmli ilk addımdır. Edə biləcəyiniz ilk şey övladınıza hörmət etməkdir. Bağban alma ağacını banan ağac etməyə çalışmaz. Alma ağacının ən çox meyvə verən alma ağacı olması üçün şərait hazırlayar. Təəssüf olsun ki, bəzən biz valideynlər olaraq övladlarımızın seçimlərinə baskı eləyirik, onları öz istədiyimiz istiqamətə yönləndiririk və ən böyük müdafiəmiz də mən həmişə sənin yaxşılığını istəyərəm olur, amma bəzən bu heç də yaxşı nəticələnmir. Övladını öz xəyallarını gerçəkləşdirmə vasitəsi olaraq görmək bizim ölkəmizdəki çox yayılan hadisədir. Uşağın uğuru valideyn üçün sosial etibar qaynağı olur. Təəssüf olsun ki, bəzən valideyn övladının yüksək bal yığmağını özünün dost çevrəsində, iş yoldaşları arasında öyünmə vasitəsi kimi görür. Valideynlərin uşağın gerçək istedadını, qabiliyyətini görə bilməməsi çox yayılan bir xətadır. Bu xəta ana-atanın başı var, amma oxumur deyə qəzəblənərək uşağa daha böyük təzyiq etməsinə səbəb olur. Uşağın sevdiyi sahəni, uşağın xarakterinin, temperamentinin nə olduğunu bilmədən onun hər hansı bir sahədə uğursuz və yaxud da ki, dostlarından biraz geri qalmasını övladımızın səhvi kimi başa düşürük. İmtahanlar yetkinlik ərəfəsinə düşdüyünə görə abituriyentin ailədən uzaqlaşma və bir fərd olma istəklərinin anlayışla qarşılanması gərəkir. Həqiqətən də abituriyentlər, ümumiyyətlə 9-11-ci sinif dönəmi uşaqların ən çətin dönəmlərindən birisidir. Yetkinlik dönəmi, fərqli onlarda hisslər, fərqli dəyişkənliklər olur və eyni zamanda bu çətin dönəmdə, bu adaptasiya dönəmində bir də imtahan stresi, ona görə ailələrin üzərinə, valideynlərin üzərinə həqiqətən böyük bir iş düşür. Bəzən ailədə problem olmadığı halda dostlarının yanında nüfuz sahibi olmaq üçün də ailəsi ilə problem yaşayırmış kimi davranan uşaqlar ola bilər. Çiçəyin suya və günəşə, şagirdin dəstək və təqdirə ehtiyacı vardır. Valideyn olaraq sizin edə biləcəyiniz ən məntiqli hərəkət övladınız dərs masası arxasına əyləşdiyi zaman onun qayğıdan, stressdən və panikadan uzaq, sakit bir zehinlə çalışmasına şərait yaratmaq olmalıdır.
kitabda olan bu cümlələrə fasilə verərək Doğan Caloğlu'nun oğlu Timurla olan bir xatirəsini sizinlə bölüşmək istəyirəm. Mənim çox təsirləndiyim bir xatirədir. Deməli, Doğan Caloğlu deyir ki, oğlum məktəbin son illərində oxuyurdu, 10-11-ci siniflərində. Onların basketbol çempionatı var idi məktəblər arası. Son final yarışı idi və son 8 saniyə qalmışdı. Oğlumun komandası rəqib komandaya 60-61 hesabı ilə uduzurdu. Və top oğlum Timurun əlinə gəldi. Bütün komanda yoldaşlarının, hər kəsin gözü oğlum Timurdaydı. Və o anda topu itirdi, rəqib komandanın oyunçusu topun əlindən aldı. O, onun ardınca qaçaraq topu yenidən qazandı və son 4 saniyə qalmışdı. Topu atdı səbətə, top səbətə toxundu, fırlandı və kənara düşdü. Yəni, basket olmadı. Oğlumun komandası məğlub oldu. Bu anda mən deyir, oğlumu diqqətlə izləyirdim kənardan və oğlumun bir havası boşalan şar kimi necə söndüyünü hiss elədim. O deyir, əyin dəyişmə otağından 35 dəqiqə sonra çıxdı. Maşına mindik və həmişə biz oyundan sonra deyir, pizza yeməyə gedirdik. Oğlum gedək pizza yeməyə dedim. Dedi ki, mən çox yorğunam, evə gedəcəm. Və əli ilə üzünü örtmüşdü. Maşını sürməyə davam elədim. Bir an deyir, fasilə verdi və dedi ki, ata, məndən utanırsan, eləmi? Dedi. Mən sualı eşitdim, amma deyir, eşitməzliyə vurdum. Dedim ki, nə deyirsən? Oğlum cavab verdi ki, sualı eşitdin. Burada deyir, mən artıq bu suala bir psixoloq kimi yox, ata kimi cavab vermək istirdim. Və əslində sualı da təkrar soruşmaqda məqsədim cavab vermək üçün vaxt qazanmaq idi. Maşını uyğun bir yerə çəkdim, oğluma döndüm və dedim ki, düz deyirsən, mən sualı eşitmişdim, sadəcə nə cavab verəcəyimi bilmədim, amma sənə 2 sualım olacaq dedi. Bir, sən bu yarış üçün, bu oyun üçün əlindən gələni eləmisənmi dedim. O dedi ki, əlbəttə, çünki de, oğlum deyir, hər gün səhər tezdən durub məşqlərə gedərdi saat 6-da. Ardınca ikinci sualı soruşdum ki, bu işi sevərəkmi eləyirdin? Dedi, əlbəttə. Və o zaman mən ona dedim ki, oğlum, sən əgər əlindən gələni etmisənsə və bu işi sevərək görmüsənsə, bundan sonrası sənlik deyil. Və illər sonra deyir, 6 il sonra oğlum məzuniyyət törəninə gedirik maşınla. Maşını oğlum sürürdü. Oğlum deyir, əlini mənim belimə atdı, bir əlini və dedi ki, ata, sən dünyanın ən yaxşısı atasısan. Səbəbini soruşanda dedi ki, 6 il əvvəl sən mənə deyir, həmin gün səndən utandığımı desəydin və yaxud da ki, sənə görə komanda uduzdu desəydin deyir, yəqin ki, mən ömür boyu bunun travmasını yaşayacaqdım. Həqiqətən də həyatda bəzən belə olur. Biz övladlarımızın uğursuzluqlarına, bəzən hər hansı bir yarışda, imtahanda aşağı bal yığmasına, onun uğursuzluğundan daha çox özümüz utandığımız üçün pis oluruq. Baxın, bunda çox həssas olmaq lazımdır. Övladımız yaxşı da oxusa, pis də oxusa bizim övladımızdır. Onu hər hal ilə sevməli və onun nəticəsinə yox, bu nəticəyə qədər olan prosesdəki əziyyətinə, zəhmətinə qiymət verməliyik. Hər nə edirsənsə et, əlindən gələnin ən yaxşısını et, etdiyin işi həvəslə et. Bir valideyn daha öncə kitab oxumasa belə, övladı imtahana hazırlanarkən özünü inkişaf kitabları oxumağa başlayaraq inkişaf etdirə, oğlu ilə ünsiyyəti daha da yaxşılaşdıra bilər. Beləliklə, o övladına daha yaxşı ünsiyyət quracaq və eyni zamanda yaxşı dinləyici olacaq və bu mesajı verəcək. Biz səni sevirik, səni bu yolda tək qoymuruq, biz də öz üzərimizdə işləyərək sənə yoldaşlıq edirik. Yoxsa uşaq otaqda keçib imtahana hazırlaşsın, valideynə burada televizora baxsın və ya da valideynə əyləncəyə getsin, qonaqlığa getsin. Yəni bunlar uşağa dəstək olmaq deyil. Yəni lazım gələcəkdirsə, həmin müddətdə valideynlər də harasa istirahətdən biraz fədakarlıq edə bilər. Həmin müddətdə kitab oxuması, dərs oxuma saatında valideynlər də kitab oxuya bilər deyə belə maraqlı bir üsul deyir Doğan Caloğlu bizə. Və sonda bu cümlə çox təsirlidir. İmtahan müddəti keçəcək, amma həyat davam edəcək. Əziz abituriyentlər, əziz valideynlər, əziz müəllimlər, unutmayın ki, imtahanlar müvəqqətidir. Gələcəkdə yəni imtahanlar olacaq, amma bu həyat davam edir. Çalışaq ki, imtahana görə övladımızın və özümüzün həyatını qaraltmayaq. Bugün biz sizinlə Doğan Caloğlu'nun Uğura götürən ailə kitabından danışdıq. Növbəti kitablarda görüşmək ümidi ilə.